Bu videoda mən ingilis dili öyrənməyin üçün sənə tips verməyəcəm, ya da ki, hansı kitablardan, hansı materiallardan istifadə etməli olduğun metodlar haqqında danışmayacağam. Bu videoda ingilis dilinin də digər həyatındakı məqsədlər qədər əlçatmaz hiss etdirməsinin səbəbini araşdıracağıq. Əlbəttə ki, dil öyrənmək, karyerada yüksəlmək, hansısa hobbinin üstündə çalışaraq onu mükəmməlləşdirmək, bütün bunlar insanların qarşıya qoyduqları məqsəd və ona gedən yolda addım-addım irəliləməsi nəticəsində baş verən şeylərdir. Çox yaxın zamana kimi mən uğur anlayışını tamamilə səhv anlamışdım. Daha doğrusu, dəyər anlayışını uğur anlayışı ilə səhv salırdım. Nə demək istəyirəm? Yəni, mən özümə verdiyim dəyəri, özümü sevməyimi, özümü önəmsəməyimi, özümə hörmət etməyimi, hamısını bağlamışdım uğur anlayışına. Yəni, əgər mən uğursuz olacağamsa, uğur dedikdə burada nəyi nəzərdə tutduğum önəmli deyil. İngilis dili öyrənmək də ola bilər sənin üçün. Əgər sən ingilis dilinə uğurlu olmaq və uğurlu olmağa da sevgi qazanmaq, hörmət qazanmaq və özdəyər qazanmaq kimi baxırsansa, təəssüf ki, ingilis dilini öyrənə bilməyəcəksən. Bəlkə uşaq vaxtı alınardı, amma indi digər məqsədlər kimi bu da yarımçıq qalacaq, başlayacaqsan, bitməyəcək. Demək istədiyim odur ki, sən özünü sevməyi və özünə hörmət etməyi, özünü dəyərli bilməyi öyrənməlisən hər vəziyyətdə. Sadəcə ingilis dilini bilən sənə yox, ingilis dilini öyrənmiş sənə yox və yaxud da digər hər hansısa bir şeyi, heç bir şey bilməyən səni də dəyərli hesab etməyi öyrənməlisən. Yaxın zamana kimi mən də öz dəyərimi bu uğurlara bağlayırdım. Xarici, kənar dünyadakı uğurlarla daxili dəyərimi eyniləşdirirdim və əgər mən hansısa məqsədimə çata bilməsəm, məndə olan hansısa səhv, zəif nöqtəmi tapıb onun üzərinə gedib özümü təkmilləşdirməsəm, şəxsi inkişafımı tamamlamasam, vaxt idarəçiliyini bacarmasam, mən ən dəyərsiz insan olacağam həyatda və mənim yaşamağa haqqım olmayacaq, hətta bunun kimi düşünürdüm. Çünki əgər mən uğurlu olmayacağamsa, nə mənası var axı yaşamağın? Əgər mən həyatımda istədiyim şeylərə çatmasam, qoyduğum məqsədlər hamısı yarımçıq qalsa, mən nəyəm ki onda? Mən dəyərsiz insanım. Çox təəssüf ki, müasir dünya və müasir sistem insanlara bunu dayatır. Yəni, sən bir şeyləri bacarmasan, sən axırıncı insansan və sənin yaşamağa haqqın yoxdur. Çünki hamının yaşam məqsədi artıq özünü inkişaf etdirmək və özünü inkişaf etdirməkdir ki, nəticədə karyerasında bacarıqlı bir fərdə çevrilsin və bu mövzu başqa yerlərə gedəcək. Ona görə də sistemi tənqid etməyi dayandırıb, yenə də öz içimizə qayıdaq. Əgər sən özünü heç bir şey etməyən səni kravatda uzanıb couch potato, yəni sadəcə divan kartoşkası kimi özünü tənbəllik etməyə icazə verən halını da sevsən, ingilis dilini rahatlıqla öyrənəcəksən. Qulaq asırsan, yəqin ki, heç bir məna verə bilmirsən və sənə çox mənasız səslənə bilər, amma bu həqiqətən belədir. Sən özünə icazə verdikcə, özünü hər vəziyyətdə dəyərli hesab etdikcə, sənin beynində tamam başqa dünya açılır və bu dünyada da artıq hər şeyə yer var. Həm ingilis dili öyrənməyə, həm istədiyin hansısa peşəni öyrənməyə, həm nə istəyirsən onu etməyə icazə var. Və əgər ingilis dilini öyrənmək istəmirsən və buna məcbur hissə, ingilis dilini öyrənməməlisən. İngilis dilini öyrənmək məcburiyyət olmamalıdır və yaxud da başqa bir məqsəd qoymağın və ona çatmağın məcburiyyət olmamalıdır. Deyəcəksən ki, bəs mən pul qazanmalıyam, mən işləməliyəm, çünki mənim istəklərim var.
Deməli, ingilis dilini öyrənmək burada artıq məcburiyyət deyil, vasitədir. Sən səhv algılayırsan. Əgər sənin istəyinə xidmət edirsə ingilis dilini öyrənmək, sənin arzuna xidmət edirsə, məqsədinə xidmət edirsə və daha yaxşı yaşamağına xidmət edirsə, bunun nəyi məcburiyyətdir ki? Bu sadəcə vasitə və yoldur, üsuldur və bunu öyrənmək əksinə səni dəyərli hiss etdirməlidir ki, sən öz istədiyin həyata sırf bu vasitə ilə çatacaqsan. Buna sən pıntı kimi baxmalısan, bir üsul kimi baxmalısan, hansı ki sənə yaxşı yaşamağı asanlaşdıracaq. Amma sən əlbəttə ki, beynində gözəl həyat, maddi rifah, normal şəkildə özünü yaxşı hiss etdiyin, gündəlik yaşam qurmağı yox da, sırf insanların beynində filan kəs bu dili yaxşı bilir və yaxud da filan kəs bu dili yaxşı bilir deyə filan şirkətdə işləyir, filan kəs filan şirkətdə işləyir deyə dəyərli insandır düşüncəsindən yola çıxıb nəyisə öyrənməyə çalışırsan və bunu hər bacarmadığın anda da özünü ən dəyərsiz insan hiss edirsənsə, hər yarımçıq qoyduğun iş sənin boynuna yük qoyur və sənin ağırlığın getdikcə artır və vaxt keçdikcə özünü ən dibdə hiss edirsənsə, məsələ ingilis dili öyrənə bilməməyin və yaxud da vaxt idarə edə bilməməyin deyil, məsələ daha da dərindədir. Məsələ sənin özünlə olan əlaqən və cəmiyyətin sənin sərhədlərinə təsiri ilə əlaqəlidir. Əslində çıxış yolu bayaq qeyd etdiyim sərhədlərdən başlayır. Sərhədlərini müəyyən etməmisənsə, çox təəssüf ki, sən qoyduğun məqsədlərin heç birinə çata bilməyəcəksən. Yaxın bir dostun sənə zəng edib və yaxşı olmadığını deyir və səninlə danışmalıdır. Danışandan sonra özünü daha yaxşı hiss edəcək və hal-hazırda sənə ehtiyacı var. Amma sən bugünün planını artıq çoxdan qurmusan və bu planın içində dostun və onun problemləri yox idi. Sən dostunun yanına getməsən, ona dəstək olmasan, özünü necə hiss edəcəksən? Əlbəttə ki, pis dost, dəyərsiz insan. Səncə niyə belə hiss edirsən? Axı öz planlarına sadiq qalmaq, həmin nöqtədə özünü seçmək, dəyərsiz olmaq və pis dost olmaqdır ki, hə, dostlar çox önəmlidir. Dostluq dünyadakı ən önəmli şeylərdən biridir, amma dostunun burada sənin şəxsi sərhədinə daxil olması, sənin özünə verdiyin sözləri pozması bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə və bu sadəcə dostun da deyil. Dostunla görüşəndən sonra eyni vəziyyət anamla da baş verdi. Anam da özünü pis hiss etdi və yaxud da ümumiyyətlə səninlə gəzib özünü yaxşı hiss etmək istədi və bu günü səninlə keçirmək istədi və sən yenə də özünü yox, ananı seçdin. Çünki anası ilə vaxt keçirməyən, anasının ehtiyacı olanda yanında olmayan sən dəyərsizsənsən və önəmsizsənsən. Fikri, kodu beyninə kodlanıb. Bunu dəyişib atmalısan. İçdən içə ölən vəziyyətdə ölə-ölə gedib dostuna dəstək olasan. Sən özünlə əlaqəli problemləri həll etməmiş, zaten dostuna heç bir müsbət təsir edə bilməyəcəksən. Hə, bəs dostum sadəcə mənimlə olmaq istəyirdi həmin anda, sadəcə onun yanında olmalı idim deyirsənsə də, bu zamanda evdəki işləri yarımçıq qoymusan deyə günahkar hiss etmədən və işləri görməyən sən, tapşırıqları yerinə yetirməyəsən, gün içində öz qarşısına qoyduğu plandakı məqsədlərə tik atmayan sən də dəyərlisənsən və olar, bir gün bunu etməmək olar. Amma hər dəfə hər kəslə sərhədlərin pozulması və daima başqa insanların istəkləri, problemləri və s. kimi şeylərə özünü atmağın, özünü unutmağına səbəb olacaq və
Özünü ikinci plana atdıqdan sonra həyatında heç bir şeyi yoluna qoya bilməyəcəksən. Kənardan kiçik görünən, amma heç cürə öhdəsindən gələ bilmədiyimiz şeylər bəlkə də biraz dərinə gedilib araşdırılmalı olan şeylərmiş və bəlkə də mən tənbələm damğasını vurmazdan öncə həqiqətən içində nələr baş verdiyinə baxmalısan və sənin əsas probleminin nə olduğunu tapmalısan. Yoxsa ingilis dili heç vaxt öyrənə bilməyəcəksən. Ümid edirəm ki, bu video sənə kömək oldu və bir şeylər çıxardın, nəticə çıxardın bu videodan və bunu həyatında tətbiq etməyə başlayacaqsan. Ümid edirəm ki, dəyərin gündəlik planlarını yerinə yetirməsən də eyni qalacaq, dostunla görüşməsən də eyni qalacaq. Amma özünə verdiyin sözləri tutmağı unutma, çünki özünə verdiyin sözlərdən yaranacaq özünə olan hörmətin və özünə olan dəyərin. Özünə dəyər verməyən insan isə heç kimə dəyər verə bilməz. Sənin dostunla görüşməyin ona dəyər verməyindən deyil, öz dəyərsizliyini hiss etməyindən qaçmağındır. Bunu anlamağını istəyirəm.